İyun-iyul aylarında həyata keçirilən əsas proseslərdən biri müəllim tələbatının qarşılanmasıdır. Qlobalnet xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin MÜTDA direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib. Onun sözlərinə görə artıq 10 ildən çoxdur ki, müəllimlərin işə qəbulu müsabiqəsi elektron qaydada, mərkəzləşdirilmiş test imtahanları vasitəsilə həyata keçirilir. Bu ildə müsabiqənin test mərhələsi iyulun 1-dən 8-nədək keçirilməsi planlaşdırılır. Bağırov qeyd edib ki, hökumətin müvafiq qərarına əsasən bu ildən etibarən müsabiqənin bir qisim namizədlər üçün ödənişli olması nəzərdə tutulur. Lakin bir sıra kateqoriyalar bu ödənişdən azad olunacaq. Belə ki, pedaqoji ixtisaslar üzrə ali təhsil müəssisələrini yeni bitirənlər, əvvəlki illərdə məzun olub ilk dəfə iştirak edən namizədlər, həmçinin şəhid ailə üzvləri, müharibə veteranlarının ailə üzvləri və ünvanlı sosial yardım alan vətəndaşlar üçün imtahanda iştirak ödənişsiz olacaq.